Zaten məncə sual vermək biraz belə, mən bunu açıq biraz absurd sayıram. Öz halımdan deyim sizə. Misal üçün, bu günləri keçən dəfə mən maşının qırağını vurmuşam. Sürtmüsən? O təzəncə. Göz mıncıq verdi. Eləmişəm. Baxın, mən burada nə etdim? Mən dedim ki, deməli bu belə olmalıdır. Hisslərimə qapılmadım. Çox sakit, özümü sakitləşdirdim və bunu sakit formada qarşı tərəfə yoldaşıma dedim ki, maşının kənarına sürtmüşəm. Bildirdim və niyə belə oldu, nə oldu? Bu mənə görə burada danışılan söhbət artıq söhbətdir. Nəinki bu vəziyyətdə. Məsələn, mən bir yerə getməliyəm. Bax, bizə müsahibəyə keçən dəfə bir xanım gəlməlidir. Səhər saat 9-dan biz hazırlaşmışıq. Mən salona getmişəm. Studiyanı uşaqlar qurub ən tez onu qarşılayacaqdıq da. Mən saat 10-a işləyib oturmuşam. Zəng eliblər ki, xanım gəlmir. Mən dedim ki, niyə gəlmir? Deyir ki, mədəm ağrıyır. Özü də məşhur bir diyetoloq idi. Deyir, mədəm ağrıyır. Allah şəfa versin. Hə, dedim, Allah şəfa versin. Oturdum sakit, halbuki salona getmişəm. Səhər tezdən durmuşam. Uşaqlar hazır. Dedim, deməli belə olmalıymış. O günkü planlarımı dərhal başqa bir Təlimə şey. yaxşı götürmüsən. Belə də ola bilər. Belə də ola bilər. Mən dəyişdim, amma mən orada sorğulamadım. Çünki mən bunun Allahdan gəldiyini bilirəm. Bilirsən, o Mən sorğulamama... buraxıram. Bax, Aytan xanım, sorğulamama məqamı var. Ora çatmaq qabiliyyəti var. Biz başlıqdan düşünürük ki, sual verməməliyik, elə deməliyik ki, yəqin ki, bu yaxşı idi, qurtardı, getdi. O dərk edilmiş sorğulamama deyil, çünki ağrı qalır insanda. Amma Bax, gəl sufizmlə bağlı bir misal var, çox maraqlı misaldır, ondan deyim. Deyir ki, Şah sarayında 3 nəfər oturur, bir yekəpər biri girir içəri, hərəsinə bir şillə vurur. Birinci deyir, durur, necə cavab yemişdi, elə də cavabını verir. Yəni, necə vermişdisə, elə dur, bir şillə də bu vurur. Deyir, bax, bu şəriətdir. Nəyə aldı, onu da verdi. İkincisi deyir ki, hə, göndərən məlum. Baxım, görün, pastalyon kimdir? Gülə-gülə baxır bunun buranın üzünə. Üçüncüsü deyir ki, göndərən məlum. Onun göndərmək yolunu mən başa dərk eləməyim çox çətindir. Nə baxır, nə bir şey deyir. Bax, o mərhələ sufizmin ən yuxarı mərhələsidir. Şəriət, orada mərifət də var, orada prosto misalda yox idi. Şəriət, təriqət, həqiqət. Həqiqət mərhələsidir. Amma bizim ora çatmağımız üçün o sorğulardan keçə bilmək qabiliyyətimiz lazımdır. Baxın, hadisə baş verirsə, istənilən bir məsələlərin bir kökləri var. Allah ədalətsiz deyil, həyat da ədalətsiz deyil. Ədaləti görmək qabiliyyəti lazımdır. Bax, mən onun üçün dedim ki, ədaləti dərk etmədən xoşbəxtliyi dərk eləyənmərsən. O, sənə bugün açıq da ola bilər, gizli də ola bilər. Quranda da Allah yazır da ki, bəzi ayələrimiz sizə gizli, bəzilərimiz açıq gələcək. Həmən o, sən bugün onu görə bilməməyin, onun olmaması deyil. Sən özünü rahatlamaqdan ötürü deyə bilərsən ki, oldu, nə oldu, bundan da pis olacaqdı, nə vardı, neynədir. Amma dərkini keçməyə izin istəməyin daha yaxşı olar. Mən misal üçün bir hadisələr baş verirsə və xoşa gəlməz bir hadisə olursa və onun hardakı səhvimdən, günahımdan baş verdiyini görə bilmirəmsə, mən duam onda deyil ki, ay Allah, mən bu problemdən çıxam. Mən duam ondadır ki, mənim sənə qarşı elədiyim səhvimi göstər mənə. Biz, Quranda da o var, Quranda çox danışdıq bugün əslində. Amma o çox maraqlı nöqtələr var da, hansılar ki, mənə öz məqamında da çox təsir edib. Quranda bir ayələrdən birində deyir ki, başımıza gələn pisliklər sizdəndir, yaxşılıqlar bizdəndir. Bizim nəsə pisliyimiz, bizim nəsə günahımız var. Amma o günahı görə bilmirik. Və insan birinci hərəkəti nədir? Bu mən yazıq, mən kimin pişiyinə burası elədim, mənim başıma bu gəldi. Amma həmən o günahı özündə görmək qabiliyyəti inkişaf eləyəndə özünü görmə prosesi baş verir. Onda demək istəyirsiniz ki... Mən günahkar, ona gəlmirəm ha ki, bütün günahlar məndədir. Günah axtarmaq düz yol deyil. Günahkar axtarmaq düz yol deyil. Amma başına gələn hadisələrdə sənin bir payın var da. Payını görmək yoldur. Bax, Ruslarda bir yaxşı söz var. Deyir, as-sucda, ikinci söz də var. Ras-sucdadır. Biz as-sucdatda çox otururuq. Ya özümüzü, ya özgəni. Qınamaqda. Amma ikinci söz düzdür. Ras-sucdat. Düşünmədə oturmaq lazımdır. Bizim insanlara deyəndə ki, heç kimdə günah görməyin. Deyir, hə, bütün günahlar məndədir. Deyirəm, yuxurda da deyir, hardadır? Deyirəm, o sizin
beynimizə yeridilib ki, mütləq kimdəsə günah var. Sən onu ilə heç yana çıxa bilmərsən. Günahı özgədə axtarsan, təkəbbürün gələcək. Günahı özündə axtarsan, cahilliyə düşəsən. Bunların heç biri həll deyil. Bilmirəm, ifadə edir. Gördün, onda siz deyirsiniz. Dərkini keç. Gördün, başa düşdün, burax. Saxlama. Dərsini keç də. Sən mənim üçün bu həyat dərs yeridir. Bu nə mükafatdır, nə döyməkdir, nə söyməkdir, nə cəzadır. Dərs yeridir. Dərsini alırsan, rahatlayırsan. Baxın, əgər sizin keçmişdə olan hadisələr hansı ki yadınıza düşür və sizə ağır verirsə, siz onun dərsini almamısınız. Hələ qalıb. Hələ qalıb.